Həkimlər sertifikasiya olunmalıdırmı? Olunmalıdırsa, niyə olunmalıdır? Bu haqda danışacağam. Öncə videonu paylaşın, bəyənin və şərh yazın ki, həkimlər arasında yayılmasına kömək olasınız. Deməli, sosial şəbəkələrin birində bir həkimin sertifikasiya ilə bağlı çıxışı qarşıma çıxdı. Onu sizə təqdim eləyirəm. Mən sertifikat istəyirlər. Deyirəm, kimlər istəyir? Mənim dərs dediyim tələbələr məndən sertifikat istəyir. Deyirəm ki, mən eləmirəm operasiya, alan eləyim bunu. Bir səhiyyə iqtisadçısı olaraq mən bu həkimin fikirlərinə öz münasibətimi bildirmək istəyirəm. Çünki həkimin sertifikasiya ilə bağlı dediyi fikirlərlə razı deyiləm. Çünki tibb bir dəfə öyrənilib, ömürlük işlənilə bilən bir peşə deyil. Tibb elmi çox sürətlə inkişaf eləyir. 5-10 il əvvəlki müalicə bu gün effektiv olmaya bilir. Yeni dərmanlar, yeni protokollar, yeni texnologiyalar çıxır. Sertifikasiya həkimin biliklərinin yeniləndiyini yoxlayır. Yəni sən hələ də bu peşəni təhlükəsiz və müasir standartlara cavab verilən şəkildə icra edə bilirsənmi? Səhiyyədə keyfiyyətə nəzarətin yoxlanılmasının real aləti ancaq sertifikasiyadır. Bu məsələ pasiyent təhlükəsizliyi üçün də önəmli mövzudur. Çünki səhiyyədə bir səhvin bədəli hər hansısa bir məhsula ziyan vermək deyil, səhiyyədə məhsul anlayışı bir insanın həyatıdır. Sertifikasiya həm də saxta diplomları, illərlə öz üzərində işləməyən həkimləri sistemdən kənarlaşdırmaq üçündür. Səhiyyə iqtisadiyyatı bu məsələyə belə yanaşır ki, sertifikasiyasız və zəif hazırlıqlı həkimlər səhv diaqnozlar qoyur, ağırlaşmalar artır, lazımsız müalicələr yazılır və nəticədə sistemə daha baha başa gəlir. Yəni sertifikasiya bir növ xərcləri azaldan mexanizmdir, bahalaşdıran yox. İnkişaf etmiş ölkələrdə bu müzakirə mövzusu belə deyil. Amerikada, Almaniyada, Böyük Britaniyada, Skandinaviya ölkələrində sertifikasiya, davamlı tibbi təhsil, praktik yoxlanması mütəmadi olaraq var. Hələ bizdə davamlı tibbi təhsil anlayışı yoxdur. Azərbaycanda vəziyyət necə olmalıdır? İlk olaraq, sertifikasiya olmalıdırmı? Yox. Sual sertifikasiya necə ədalətli və effektiv şəkildə olmalıdır şəklində verilməlidir. Sertifikasiya şəffaf olmalıdır, rüşvətə qapalı mexanizmlərlə aparılmalıdır, nəticəsi olmalıdır. Yəni keçə bilməyənlər işləməməlidir. İmtahandan əlavə praktik bacarıqlar da yoxlanılmalıdır. Əslində bu mövzu həkimlərə qarşı deyil, əksinə yaxşı həkimləri qoruyur, zəhmətkeşləri saxtalardan ayırır, peşənin nüfuzunu artırır. Yəni sertifikasiya cəza mexanizmi yox, keyfiyyət mexanizmi, inkişaf aləti olmalıdır. Güclü səhiyyə sistemi təsadüfən yox, belə mexanizmlərlə qurulur.